Hamıya salam. Mənim sizə məsləhət verməyə heç bir ixtiyarım yoxdur. Amma yenə də sizin üçün 50 məsləhət hazırlamışam. Bəlkə kiməsə faydası dəyər. Çox uzatmadan məzmuna keçək. Marketdə gəzərkən nəyinsə endirimdə olduğunu görsən, biraz fikirləş. O əgər endirimdə olmasaydı, sən onu alacaqdınmı? Əgər cavab hədirsə, onda buyur, al. Yox, əgər cavab yoxdursa, nə qədər sərfəli görsənsə də bu malı almaq sənin üçün əlavə xərcdir və sən düşünə bilərsən ki, qənaət edirsən, amma elə deyil. Ən yaxşı qənaət heç nə almadan çıxıb getməkdir. Amma bəzi şeylər var ki, orada qənaət etmək lazım deyil. Birincisi, sağlamlıq. İnan mənə, yatdığın və oturduğun yerə qənaət etməyə dəyməz. Yuxu həyatınızın 1/3-ni təşkil edir. Oturmaq 4/1-ni. Təbii ki, əgər işinizlə bağlıdırsa, onda 2/1-ni təşkil edir. Sonra xəstəxanalara pul tökməkdən yorularsınız. İkincisi, iş. Texniki avadanlıq olsun, internet və ya başqa şeylər qənaət etmək sizin vaxt itirməyinizə səbəb olacaq və bununla yanaşı 2 dəfə xərcə girəcəksiniz. Nə dediyimi bilirəm, əmin ola bilərsiniz. Çoxlu su için. Orqanizm sizə nə qədər su lazım olduğunu deməyəcək. Çoxunun artıq çəkidən əziyyət çəkməsinin və başqa problemlərin səbəbi orqanizmə qulaq asmalarıdır. Sadəcə su için. Əgər yaşınız 90 deyilsə, hərəkətə başlayın. Edilmiş iş idealdan yaxşıdır. Hər şeyin idealını edə biləcəkmişsiniz kimi fikirlərə özünüzü yormayın. Sadəcə durub başlamaq lazımdır. Qalanı zamanla düzələr. Bizim bədənimiz bütün fiziologiyası ilə hərəkətə meyllidir. Özünüz fikirləşin. Telefonda danışarkən çoxu oturuşunu düzəldir, ayağa qalxır, yeriməyə başlayır və ya fikir verin. Başqa misal. Yeriyərkən düşünmək və öyrənmək daha da asanlaşır. Bunu bir lifehack kimi qəbul edə bilərsiniz. Ona görə də yerimək üçün bəhanə axtarın. Harasa gedin, dostlarla görüşün, dostlarınızla bir yerdə gəzin. Sağlamlığınıza da çox yaxşı təsir edəcək. Və 30 yaşdan sonra sümükləriniz paslanmış dəmir kimi cırıldamayacaq. Həkimlər də bizim kimi adi insanlardır. Onlar da səhv edə bilərlər. Sizin borcunuzdur xəstəliyinizin detallarını bilmək və araşdırmaq. Gərək desə bir neçə həkimlə məsləhətləşin. Amma nə bada, internetdən axtarmayın. Xoşunuza gəlsə də deyəcəm, gəlməsə də, disiplin motivasiyadan daha güclüdür. Motivasiya güvənilir deyil, gəldi və gedəcək. Özünüzdə disiplini inkişaf etdirin. Bu sizin xarakterinizi də inkişaf etdirəcək. Problemlərinizi izah etmək düşündüyünüzdən daha da rahatdır. Bəzən problemi izah edərkən onun həlli də tapılır. Bu biraz qorxulu səslənə bilər. Gününüzü necə keçirirsinizsə, həyatınız da elə keçəcək. Biraz düşünək. İnternetdə verilişlərdən tutmuş filmlərə qədər o qədər material var ki, onlara baxmağa sizin ömrünüz yetməz. Ona görə də əgər bir serialı bəyənmirsinizsə, ona baxmayın. Başqa bir filmə və ya çizgi filminə baxın. Bəli, əgər sinemada göstərilən filmi bəyənmirsinizsə, ona xərclədiyiniz pula heyfiniz gəlir deyə axıra qədər baxmayın. Belə etdikdə siz puldan əlavə vaxtınızı da xərcləyirsiniz. Pulu qazana bilərsiniz, amma vaxtı dünyanın pulu ilə belə ala bilməzsiniz. Bir şeydə günahınızın olmaması, məsuliyyət daşımadığınız mənasına gəlməz. Biraz ehtiyatlı olun. Bir şeyi sevməklə və sevirəm kimi göstərməklə böyük fərq var. Onları qarışdırmayın. Xatırlayaq ki, siz ölürsünüz. Bəli, ömür gedir, zaman keçir və onu necə yaşayacağınız sadəcə bizim əlimizdədir. Bəzi şeylər sadəcə baş verir və bunu qəbul etmək lazımdır. Bunda sizin heç bir günahınız yoxdur. Bu hissdən azad olun. Uğurlu insanların buna necə nail olduğu barədə videoya baxarkən unutmayın, onun məsləhətinə qulaq asıb da heç nəyə nail olmayan insanlar bu barədə heç bir video çəkmədilər. Özünüz üçün gündəlik düzəldin. Telefon olsun və ya dəftər, fərqi yoxdur. Fikir və planlarınızı yazmaq sizin beyninizin fəaliyyəti üçün faydalıdır və ən azından ağlınıza gələn fikirləri bir həftə sonra unutmayacaqsınız. Bəzən
mən niyə yaşayıram kimi mənası olmayan suallar sizin həyat tərzinizdən asılı olaraq öz həllini tapar. Başqa sözlə desək, dostlarla görüşmək, yetərincə yatmaq, yüngül kardio və idman sizin üçün problemin həlli ola bilər. Sadəcə yoxlayın. İki xüsusiyyət var ki, əgər onu insanda görsəz, ondan uzaq durmaq sizin sağlamlığınız üçün daha faydalı olar. Həmişə küçəyən olan insanlar, həmişə əsəbi olan insanlar. Sadəcə əsəbi. Sosiallaşmaq və qruplarda olmaq bizim varlığımızda mövcuddur. Mən tənha canavaram deyən insanlara qulaq asmayın. Onlar ya osturağa basırlar, ya da savadsızdırlar. Çünki canavarlar heç vaxt tənha olmur. Mən vaxtilə onlayn oyunlar oynayıb öz sosial tələbatımı ödəyirdim. Ona görə də kimsə sizə niyə oyun oynayırsan soruşsa, nə deyəcəyinizi bilirsiniz. Bir-birinə əks olan şeylər bir-birini cəzb eləyir. Bunu bəzən insanlara da aid edirlər. Bu fikir yanlışdır. Bunu sübut eləmək çox da çətin deyil. Gedin maşının bataryasındakı müsbət mənfini birləşdirin. Zarafat edirəm, birləşdirməyin. Bunu bilmək üçün məktəb fizikasını bilmək bəs edir. Ailənizi xatırlayarkən onlara zəng edin. Sevgi sözlərini əsirgəlməyin. Bu çox gözəl bir hissdir. Əlavə olaraq bunu da deyin, bir-birinizə, dostlarınıza, ailənizə tərif deməyi unutmayın. Çünki insanın gözəl səsi, üzü, xasiyyəti ola bilər, amma insan bunun fərqində deyildir bəlkə. İndi biraz ciddi olaq. Ailə həyatı quracağınız insanın sizə uyğun biri olması çox vacibdir. Bəli, amma vaxtın çoxu bir yerdə heç nə eləməməkdən ibarətdir. Ona görə də qısacası desək, insan iç və çöl dünyası ilə sizə xoş olmalıdır. Allah xoşbəxt eləsin. Bu kişinin şərəfinə adlandırılmış qanuna görə hər bir şeyin 90% zibildən ibarətdir. Buna görə də əgər siz mahnı, şəkil, sənət əsəri, film, anime və s. bəyənmirsinizsə, böyük ehtimal sizin qabağınıza zibil çıxıb. Daha yaxşı axtarmağa çalışın. İndi daha çox kişilərə aid olan bir mövzuya toxunacağam. Öz təmizliyinizə baxmaq sizi qadına çevirmir. Təmiz olmaq, gözəl qoxumaq 19-cu məsləhətə əsasən sizin sosial tələbatınızı ödəmək üçün vacib şərtlərdəndir. Sevdiyin bir işi seç və ömrünün axırına qədər işləməyəcəksən. Yəqin ki, çox yerdə və çox dildə eşitmişsiniz. Amma əslində o belə səslənməlidir. Sevdiyin bir işi seç və ömrünün axırına qədər eşşək kimi işlə. Qısacası belə deyim, sitatları düşünmədən qəbul etməyin. İş birinci növbədə pul qazanmaq üçündür. Ondan sonra digər şeylər gəlir. Video gözlədiyimdən daha da uzun oldu. Ona görə də videonu 2 yerə bölməyə qərarına gəldim. Birinci hissədə 25 məsləhət, ikinci hissədə də 26-dan 50-yə qədər olan məsləhətlər. Növbəti videonu 1-2 günə yükləyəcəm və növbəti 25 məsləhəti orada görə bilərsiniz. Əgər video xoşunuza gəldiysə, bəyənməyi və abunə olmağı unutmayın. Mən də çalışacağam ki, sizə daha da çox fayda verim. Sağ olun, salamat qalın.